Aşık belə olur, gözlərdən oxunur, hərdən dəli dolu, hərdən gözü olur. Nə var, niyə dolub qalmısan? Nə var, yoxsa aşiq olmasan? Utanmacan, aç görüm de dərdini, yoxsa canana sən divanə olmasan? Nə var, niyə dolub qalmısan? Nə var, yoxsa aşiq olmasan? Utanmacan, aç görüm de dərdini, yoxsa canana sən divanə olmasan? Aşık belə olur, gözlərdən oxunur, hərdən dəli dolu, hərdən quzu olur. Aşık belə olur, gözlərdən oxunur, hərdən dəli dolu, hərdən quzu olur. Nə var, niyə fikrə dalmasan? Nə var, yenə sözlü qalmasan? Utanmacan, aç mənə ürəyini, yoxsa sevgini elə məndə tapmısan? Nə var, niyə fikrə dalmasan? Nə var, yenə sözlü qalmasan? Utanmacan, aç mənə ürəyini, yoxsa sevgini elə məndə tapmısan? Aşık belə olur, gözlərdən oxunur, hərdən dəli dolu, hərdən quzu olur. Aşık belə olur, gözlərdən oxunur, hərdən dəli dolu, hərdən quzu olur. Aşık belə olur, gözlərdən oxunur, hərdən dəli dolu, hərdən quzu olur. Aşık belə olur, gözlərdən oxunur, hərdən dəli dolu, hərdən quzu olur. Siz tamaşaçılar, hər birinizi Best FM-də xoş gördük. Ofanın vaxtı efirdədir. Artıq may ayı başa çatır. Qarşıdan gələn aylarınız, günləriniz, saatlarınız uğurlu olsun. Bugün maraqlı səsi ilə tamaşaçı qəlbində iz buraxan sevilən müğənnimiz, aktrisamız, şovmenimiz Mənsumə xanım Əliyevadır. Xoş gəlmişsiniz Mənsumə xanım. Buyurun, söz sizdədir. Salam, hər bir kəsi salamlayıram Best FM-də. Teşekkür edirəm məni dəvət üçün, Aqil bəy məni dəvət edib. Teşekkür edirəm Aqil bəyə. Ufa xanım, sizin də yeni bir deyəsən, yeni verilişinizdir. Uğurlu olsun, düşərli olsun, axarlı olsun. Çox sağ olun. Çox belə pozitiv başladıq bizim efirimizi bugün. Gözəl səsinizlə, gözəl musiqinizlə. Mən sizə bir neçə gözəl suallar hazırlamışam. Özümə də çox maraqlı gəldi. Çox istəyərdim sizə bu sualları ünvanlamaq. Məsələn, musiqiyə ilk başladığınız dövrdə ən böyük arzunuz nə idi? Musiqiyə mən, belə deyək də, musiqini mən başlamışam uşaqlıqdan. Fortepianoya getmişəm, 7 il fortepianoda olmuşam. Və nə xoş mənim halıma ki, elə fortepianoya başlayan zamanlardan, yəni bilirsiniz ki, orada bizim solfeca, xor, müxtəlif orada dərslərimiz olur və dərslərdə mən xoru çox sevirdim. Solfecada olurdum, amma qaçırdım tez mən
xora və oca istərsiniz uşaqlıqdan, yəni oca təməlini qoymuşdum və hər bir zaman Bahar qızı, nə bilim, Snegurочка olduqca dayda bu mənə enerji verirdi. Ay, çox gözəl. Səhnədə heç unuda bilmədiyiniz maraqlı hadisə olur? Belə deyərdim ki, nə xoş halıma ki, şükürlər olsun ki, elə hər bir belə də düzdür. Belə də olur, belə də olur, amma çox bir səhnələrim maraqlı olur, gözəl olur, pozitivli olur. Çünki özüm pozitivəm deyənə, qəmgin insanı da istəyirəm güldürüm, istərsən üzlərində təbəssüm yaranır deyənə, Bəli. hər bir şey yaxşı olur. Bu çox Bəli. gözəldir siz tərəfdən. Məsələn, oxuduğunuz mahnılardan hansında öz həyatınızı görürsünüz? Deyərdim ki, əgər sən mahnı seçimi ediriksə, mahnı seçimində birinci mən özümü deyərdim ki, özümü yox. Çalışıram məsəl üçün yaxınlarımla, əzizlərimlə, tanışlarımla, baxıram kimdə məsəl üçün zövqünə oxşar, nə kimsə nə bilim sevgilisindən ayrıldı, nə bilim atdı onu getdi. Zövqə oxşamaq lazımdır. Özüm üçün oxşam, elə özüm üçün boş-boşuna evdə zümzümə eləyərəm. Amma bunu oxuyanda mahnıları gərək tamaşaçı sevsin bu mahnını. Tamaşaçının ürəyini oxşusun, tamaşaçının həyatını oxşasın ki, o mahnı sevilsin. Elə nədir ki, çıxıdı oxuduq, hamı toydu, oynadı. Amma o həzin musiqilərdə elə bir mənim məsəl üçün mahnılarım var ki, gedənin ardınca ağlama dostum, bax o müəyyən doğrudan da belə bir böyük bir qlobal bir şeydən hazırlanmışdı o mahnı. Sonra sən niyə bilmirsən ki, bu adam sənsiz ölür? O da bir kimisə hekayəsi idi dostlarımın. Nə bilim, qaldır badələri keç sevəndən sağlığına. O da bəli, çox bəli. Çox. Belə bir maraqlı bir sualım da var. Dinləyiciləriniz sizi ən çox hansı xüsusiyyətinizə görə sevir? Pozitivliyimə görə, şıltaqlığıma görə görmədiniz, mahnıda nə deyirəm, hərdən dəli olur, hərdən quzu. Yox, çox pozitiv xanımsınız. Mahnılarınız da çox yadda qalan mahnılardır. Belə qəşəng mahnılardır. Bir gün müğənni olmasaydınız, hansı peşəni seçərdiniz? Həkim, aktrisa, aparıcı, qəşəng aşpaz. Bunu bilmirdim, çox maraqlıdır. Uğur qazanmaq üçün ən çox nədən keçmisiniz? Çox gözəl bir sualdır. Mən uğur qazanmağa görə yəni çox bir qurbanlar vermişəm, amma uğuru tutmamışam. Amma deyim ki, mən eminim, mən bilirəm, çox belə müəyyən şeylər olub ki, yəni bilirsiniz ki, səhnə qurbanlar tələb edir və mən ailəmi üstün tutmuşam, balalarımı üstün tutmuşam. Nə gözəl, nə gözəl. Bəli. Səhnəyə çıxmazdan əvvəl xüsusi bir hazırlığınız varmı? Xüsusi neysə belə hazırlıq. Xeyr, mən mikrofona gələndə məndə özü xüsusi olur. Mikrofon görən kimi məndə hər bir şey xüsusi olur. Ay canım. Sizdə varmı belə ən çətin ifa etdiyiniz mahnı? Hansıdır? Varmı belə çətin mahnı? Çətin deyəndə ki, mən bu yaxında yəni Müslüm Maqamayevin Mori mahnısını oxudum və çox sevildi. Çox sevildi. Bu hər insanda alınmır, özellikle qadınlarda, çünki səs, bariton səs, bəli. Çox da sevildi, bəli. Ay, nə gözəl. İlk dəfə səhnəyə çıxanda hansı hissləri keçirmişdiniz? Yadınıza gəlir ilk dəfə? Yox, yəni mən o uşaq olmuşam da, yəni uşaqda, çünki uşaqlıqdan elə belə 6 yaşından ki o musiqi məktəbinə getməyə başlamışam və orada da xorda axı oxumuşuq, çıxmışam deyəni, onun üçün də mənə səhnə olsun. Məsəl üçün belə deyək də, hardasa bir məclisdə, məsəl üçün də, demirəm, toy, düyün, belə filan. Məsəl üçün, hardasa oturub dostlarla belə, çay süfrəsi, nə bilim, nəsə bir qonaqlıqda oturanda, mən orada özümü sıxılı hiss eləyərəm, özümü sıxılaram. Amma səhnəyə çıxan zaman o sıxıntı məndən gedir. Ay, nə gözəl. Sizinlə bugün belə danışmaq çox qəşəngdir. Sizin üçün məşhurluq nə deməkdir, Mənzumə xanım?
Məsəl üçün Məşhurluq nə deməkdir? məşhurluq mən deyərdim ki, mən birinci məşhurluğu belə fanat oldum. Məndə kinolarımda oldu. Bir neçə kinolara, bir 14-15 kino komediyalara, seriallara çəkilmişəm. Amma ən xüsusi mənə məşhurluq gətirən Fərdanın Ögey Ata kino komediyasından ondan sevildim. Aybəniz xanım rolundan, bəli. Gənc ifaçılara ən böyük məsləhətiniz nə olar? Gənc ifaçılara məsləhətim olar ki, ay gənc ifaçılar, süni intellektdən az istifadə edin. Aynen. Son vaxtın ən böyük dərdi, problemi Süni intellektdən az istifadə edin və öz səsinizlə oxuyun, onun səsi ilə oxumayın. Kaldır badeleri içey sevenlerin sağlığına, boş boşuna ümit verip gidenlerin sağlığına. O adamlar bizi terk eyleyipti ey dostum, süz içey sehere kadar gelenlerin sağlığına. O bana ümit verdi yalandan, o beni yarı yolda attı. Yüzümü güldürmedi bir defa, sevgisini ayak altına attı. Yüzümü güldürmedi bir defa, sevgisini ayak altına attı. Kaldır badeleri içey sevenlerin sağlığına, boş boşuna ümit verip gidenlerin sağlığına. O adamlar bizi terk eyleyip ey dostum, süz içey sehere kadar gelenlerin sağlığına. Kaldır badeleri içey sevenlerin sağlığına, boş boşuna ümit verip gidenlerin sağlığına. O adamlar bizi terk eyleyipti ey dostum, süz içey sehere kadar gelenlerin sağlığına. Güvendiğim o kesmeni yıktı, etibarım yoktu daha hiç kesem. Bu azap benim ahırıma çıktı, bildirmedim derdimi ben hiç kese. Bu azap benim ahırıma çıktı, bildirmedim derdimi ben hiç kese. Kaldır badeleri içey sevenlerin sağlığına, boş boşuna ümit verip gidenlerin sağlığına. O adamlar bizi terk eyleyip ey dostum, süz içey sehere kadar gelenlerin sağlığına. Kaldır badeleri içey sevenlerin sağlığına, boş boşuna ümit verip gidenlerin sağlığına. O adamlar bizi terk eyleyipti ey dostum, süz içey sehere kadar gelenlerin sağlığına. Kaldır badeleri içey sevenlerin sağlığına, boş boşuna ümit verip gidenlerin sağlığına. O adamlar bizi terk eyleyip ey dostum, süz içey sehere kadar gelenlerin sağlığına. Doldur badeleri içey sevenlerin sağlığına, boş boşuna ümit verip gidenlerin sağlığına. O adamlar bizi terk eyleyipti ey dostum, süz içey sehere kadar gelenlerin sağlığına. Best
FM radyosunun izləyiciləri və tamaşaçıları, bir daha sizi xoş gördük. Məsumə xanım, bu mahnı çox gözəl idi, sözləri də çox gözəl. Siz özünüz bu sözləri seçirsiniz, kimə müraciət edir, necə olur ki, belə sözlərə mahnı yazırsınız? Tural Sədalı, o da həm yazardı, həm müğənnidir, gözəl yazardı, gözəl müğənnidir, çox bir insandan. Çox gözəl sözlər. Bəli, onun çox bir gözəl sözləri var və sağ olsun, hə. Mənalı sözlərdir. Nə deyirik, hə, halal olsun Turala, bəli. Bax, indi də yay gəlir, yayda nə düşünürsünüz? Boş vaxtlarınızda nə etməyi sevirsiniz? Hobbiniz nədir? Varmı hobbiniz belə özəl bir? Hobbim mamamı qoşsaydım deyərdi. Hobbim mən həyət evində oluram. Nə gözəl. Maşallah, subhanallah. Allah Teala bu yağışları kəssə. buradan güllərə dərman vururam, buradan güllərim. Nə gözəl. Hə, yəni həyətdə və güllərim, çiçəklərim, ağaclarım, toyuqlarım. Toyuqlarınız da var. Nə gözəl. Bəli, bəli. Ay, çox sevərəm mən toyuqları. Da. Planınız var bu yay üçün harasa getməyə, dincəlməyə? Yox, dincəlmə deyəndə ki, mən yay ayında çox vaxtı Quba, Qusar, Qəçrək. Gezməyi sevirsiniz. Yox, gəzmirəm. Ora proqramlara gedirəm. Həm ziyarət, həm ticarət. Ay, siz çox möhtəşəm, həm oxuyursunuz, həm aktrisasınız, həm də şoumensiniz. Bir-iki dənə qəşəng sualım var. Heç özünüz haqqında deyilən tənqidlərdən təsirlənmisiniz? Tənqidlər olmasa, biz belə deyirik, kimsə tənqidə pis baxır. Mən məsəl üçün bilirsiniz nə tərdim? Bəyəxla dedim, məsələn. Gəri birinci bax belə çəkirəm şəkil. Baxıram, ondan sonra qoyuram. Nəcd, bu budur. İnsan, necə deyərlər, körpə uşağı tənqid eləməsən, o özünü düzəldər, yığışdırar. Ya özünə hörmət eləyən insan, hər bir zaman biz bu yaşa qədər də gəlib çatsaq da, hələ də öyrənirik. Tənqid deməli, istəyən adam tənqid edir də, istəməyən var o. Paxıllıqdan eləyənlərə fikir vermirəm. Heç onları vecmə də deyil. Amma o sevən adam, istəyən adam, dəyər verən adam deyəndə ki, bu belə deyir, belədir. O adam istər-istəməz deyir, hə, bu belədir, düz deyir. Onu düz deyirsiniz. Yeni duet etmək istədiyiniz sənətçi kimdir, varmı? Var mı belə? Əvvəl mənim Yeganə Qızlar qrupum olub. Bir neçə illər Yeganə Şadlıq evində işləmişəm, çalışmışam. Başqa şadlıq evlərdə, zətlər belə də. Amma yox. Duet heç düşünmürsünüz. Olub, bax, məsəl üçün duetlərim çox olub. Ruslan Bakinski ilə olub, nə bilim, çox bir adların saymayım da var. Çox duetlərim olub. Səhnə arxasında sizi ən çox... Deyərəm sonra genə lo düşər, ona görə deyirəm ki, deməyim. Ən yaxşısı demək. Duet nə deyə? Duet, həmişə cüt. Bir də görsən ki, cüt dörücü, 9 aydan sonra uşaq oldu. İstəmirəm, mənə lazım deyil duet. Dueti nə edirəm? Ay Allah. Düz deyirəm də. Ay Məsumə xanım. Yox, bu birisiz nətərdir? Bu duet olan zamanda İstərsiniz bu tərəf müqabililə oxuyursan, hə, o oğlanda sənə qarşı, başqa adamla sən gedib duet oxuya bilmirsən. O oğlanda sənə qarşı simpatiya, qısqancılıq, niyə getdin başqa adamla oxudun, niyə bunu elədin? Ay, mənə nə? Mənim nəyimə lazımdır? Oturmuşam da sakit. Qoyun oturum. Can, səhnə arxasında sizi ən çox güldürən hadisə nədir? Olubmu belə bir hadisə? Aha. Çox maraqlı gəldi mənim üçün və izləyicilərimiz üçün çox maraqlı. Deməli, bir canlı yayıma sevilən kanallarımızdan birinin, özdə məndə maşında pasten bagajda, ayaqqabı bagajıdır. Kablok, bu doludur da. Canlı yayıma məni təqdim eləyirlər. Mən ora çıxan zaman tez ayaqqabı almışam, özdə brend. Ayaqqabını giyməyimdir. Elə atmamla oradan bir qadın oranı da belə, bilmirəm, şüşəni silirdi, güzgünü silirdi, belə dedi. Ay Məsi, canın yanmasın, nə qəşəngsən. Ayağım burxuldu, kabloksundu. Ay, indi bilmirəm gülüm, bilmirəm ağlayım.
Tez reklamı verdilər. Güldüm, getdilər tez ayaqqabı, başqa ayaqqabı gətirdilər, geyindim. Deyirəm, yaxşı ayaqqabım olmasa ayaqlarını çıxacaqdım, çıxardım da. Problem deyildi mənim üçün. Bax göz nəzər burada. Sizcə yaxşı müğənninin fərqləndirən əsas xüsusiyyəti nədir? Müğənnilərimiz hamısı yaxşıdır, hamısı gözəldilər, hamısı yaxşıdır. Bilirsiniz, ulduz xəstəliyinə tutulmasınlar. Hamımız ananın qarnından çıxanda müğənni olmamışıq və yavaş pillə qalxırlar. Kimisinin nə xoş halına bir, indi sağ olsun bu TikToka reklamı buraxırlar. Hə, nə xoş hallarına, sразу mahnılar trend olur, tutur, o, bu, sevilir. Amma ulduz xəstəliyinə tutulurlar. O xəstəliyə tutulmasınlar. Niyə? Hamımız eyni ananın qarnından dünyaya gəlmişik. Hamımızın prosta analarımız ayrıdır. Ölənlərə rəhmət, qalanlara sağlam can sağlığı dilirəm, əllərindən öpürəm. Və rəhmətə də gedəndə kimə 3 metrə ağ nəsib olacaq, kimə də yox. Yəni hamımız eyni idi. O ulduz xəstəliyinə tutulmaq, nə bilim, o olmaq, bu olmaq, əl çatmaz olmaq. Vallahi əl çatmazlar bir dənə göydə samolotdan keçəndə ulduzları görürsən, olardı. Hamımız eyni insanıq. Hamımız eyni yataqda yatırıq, eyni yeməklərdən belə deyək də, fərqli ola bilər də nəsə. Amma nə yazıq ki, hər insan bunu belə düşünmür. Düşünmürlər, düşünməsə, mən belə düşünürlər ki, onlar həmişə ulduzdular və ulduz olaraq qalacaqlar. Bu mümkün deyil. Özünüzü 10 il sonra harada görürsünüz? Varmı belə bir düşüncə ki, mən səhnədə olacağım ya da mən harda olacağım? Məsələn, başqa bir iş yerində ola bilər. Ay gözəlim. 5 dəqiqədən sonra bilmirik başımıza nə gələcək. Amma onu düşünmək. Yox, mən belə deyim də, qabaqcadan danışmaq mənə düşmür və ona görə də mən heç o barədə danışmaq istəmirəm. Şükür edirəm Allahın bugünkü verdiyi nemətə, şükür edirəm bugünkü günə və nə olacaq, olacaq. Onu Allah göstərəcək, zaman göstərəcək. Çox sevilən. Samir bəy yazıb bizə göndərib, SMS-lərimiz var, onları səsləndirəcəm. Samir bəy yazıb ki, bizə Zəngilandan yazıb ki, biz sizi Zəngilandan izləyirik. Eşq olsun Zəngilanlara. Qonağımızda xoş gəlib, səfa gətiribdir. Və sual vermək istəyirdim ki, Məsumə xanım üçün ulduz nə deməkdir ümumiyyətlə? Mənim üçün ulduz mənim anamdır. Çox gözəl cavab. Və bizə Hüseyin yazıb, hər vaxtınız xeyirli olsun. Aqil bəy, salamlayırıq sizi. Bugün daha çox maraqlı oldu verilişiniz. Xanım dedi ki, mən onsuz da zaten fonoqramadır, neyirəm mikrofonu. Niyə? Düz deyirəm də, niyə insanları aldatmalıyam? Və ona görə də insanlar bilirlər ki, mən hər bir zaman səmimiyəm. İnsanları aldatmaq olmaz. Mən bu mikrofonu tutmuşam, axı bilirəm. Bir də gördünüz, mən yəni, deyirsiniz, söndür mahnı oxuyanı, bir gün söndürmədim. Axı orada da səsin üstünə düşür. Düzdür, öz səsim deyir, eyni səs olacaq. Amma mən insanları istəmirəm aldadım. Məsumə xanım, bizim studiyamıza bir daha xoş gəlmişsiniz deyirəm sizə. Təşəkkür edirəm. Qayıdacam bu söhbətə. Biz neçə il bundan qabaq uşaq evində görüşdük. Mən başqa bir radioda çalışırdım. Onlar hardasa 16 il olar. 16-17 il, 18 ildə olur. Bəli, 18 il olar. 18 il bundan qabaq biz uşaq evində görüşdük. Ondan sonra da bu 44 gün müharibədə Yeganə Şadlıq evində bir tədbirdə görüşdük orada. Bəli. Yeganə xanımın hələ deyəsən təşkilatı ilə olmuş. Bəli, tamamilə düz vurğulursunuz. Arzu xanım deyir ki, canlı bir ifa edərdiniz. Niyə etmirəm, edərəm? Zəhmət olmasa. Qısa. Onda hansı mahnıları edək? İstənilən birini. Qaş qaraldı, kölgə düşdü, yavaş meşəyə. Gözüm yolda, könlüm səsdə, gözləyirəm mən səni. Səbrim getdi, harda qaldın? Qaş qaraldı, gəlmədin. Bəlkə mənim qəlbimdəki
döyüntünü bilmedin. Ha, ha, döyüntünü bilmedin. Çok güzel, çok güzel. Sənətçi, həm də insan olaraq həyat fəlsəfəniz nədir? Mən elə bir necə deyim sizə, hər şey valideyndən asılıdır. Əgərimsə insan evdə valideyn, ata, ana sevgisi, qayğısı görürsə, ondan məhrum olmursa, istəyirsən səhnədə ol, istəyirsən evdə ol. Yəni birinci növbədə insan olmalısan, Bəli. səmimi olmalısan. Çünki biz toy məclislərinə gedirik, nə bilim rayonlara gedirik. No, hamı belə onun sadəsi də var. Onun necə deyirlər, o mən analar məsəl üçün qurbanlar kəsib paylayan zaman o analar küçələrdə də Allah onlara can sağlığı versin. Amin. Hə, onlar o küçələri süpürən zamanda onlara mən yardım, onların o üzündə təbəssümü görüb mən nətər belə özümdən belə olum. Onu ola bilmərəm. Allah sizə. Bugünkü verilişimiz çox maraqlıdır. Çünki xanım o qədər özü gözəl, səmimidir. Yox, mən Və yalan yoxdur. çox zövq alıram və suallar... Gəldiyiniz üçün sizə təşəkkür edirik. Təşəkkür edirəm. Allah razı olsun sizdən, əziz insan, dəyərli insan. Bizim də bu yaxınlarda radyomuzun 15 illik yubileyi Maşallah. olacaq. Və dəvət edəcəyik səhnəyə. Allah qoysan, bəli. Açıq səhnə olacaq, insanlar olacaq. Sözsüz ki, orada mənim yadıma salırsınız. Məsumə xanımı, birinci sözü Məsumə xanımı verəcəm ki, bizim axı köhnə dostumuzu, Əlbəttə. köhnə dost çıxmaqlar. O biriləri gözləsin. Saatlarla gözləsə də olar. Onda gərək olar ki, Starı Druziya oxuyum. Bəli, 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 bəli. Güzel. Dostumuz Ürgüd Canpərim. Geçən mahnıda xeyirli olsun, şərli olsun. Aqil bəy, mən istərdim təbrik söyləyim. Bu günləri mənim əzizim qohumum var. Rəfiqə xanımın bu günləri ad günüdür. Sabahları da ad günü olanlar var. Mənim həyat yoldaşımın da sabahları ad günüdür. Və sabahlar həm də uşaqlar günüdür. Uşaqlar solmaz çiçəklərdilər və bütün uşaqları hamını öpüb bağrıma basıram və deyirəm ki, bizim gələcəyimiz və uşaqlarımızı qoruyaq və hər bir zaman uşaqlarımızla baxıb uşaqlarımıza fəxr duyaq. Çox gözəl, çox gözəl. Sabah iyunun 1-idir, uşaqlar Bəli, günüdür. uşaqlar Biz də günüdür. qoşuluruq sizin bax bu gözəl dualarınıza, təbriklərinizə. Hər kəs bilir ki, uşaqlar bizim gələcəyimizdir. Allah bütün balaları qorusun inşallah. Olmayanlara da Allah nəsib Amin, eləsin. amin. Uşaqların bayramı mübarək olsun. Amin. Görüşmək ümid. Sənə vurğundu gözlərim mənim, yoktu heç kəsə bənzərim mənim. İnan ki yarim eşqdəndir sənə, etiraflarım, sözlərim mənim. Ay mənim eşqim, mənim can param, hər zaman sənin yanında varam. Gəl mənim eşqim, mənim həyatım, büsbütün ömrüm, günüm, saatım. Ay mənim eşqim, mənim can param, hər zaman sənin yanında varam. Gəl mənim eşqim, mənim həyatım, büsbütün ömrüm, günüm, saatım. Her zaman var ol benim yanımda, bir deli eşk var inan canımda. Evde ödreleyir senin bu sevgin, damarlarımda, ahan kanımda. Ay benim
benim can param. Her zaman senin yanında varam. Gel benim eşkim, benim hayatım, büsbütün ömrüm, günüm saatim. Ay benim eşkim, benim can param. Her zaman senin yanında varam. Gel benim eşkim, benim hayatım, büsbütün ömrüm, günüm saatim. Ay benim eşkim, benim can param. Her zaman senin yanında varam. Gel benim eşkim, benim hayatım, büsbütün ömrüm, günüm saatim. Ay benim eşkim, benim can param. Her zaman senin yanında varam. Gel benim eşkim, benim hayatım, büsbütün ömrüm, günüm saatim.